Dövlət büdcəsinin israfı yoxsa rahat keyfiyyətli nəqliyyat? Bakıda tikilməsi nəzərdə tutulan tramvay xətti haqqında sosial şəbəkələrdə belə suallar verilir. Bir neçə gün əvvəl rəsmi olaraq Bakıda Mehdabad, Binəqədi, 28 may, Sibriz istiqamətləri üzrə tramvay xəttlərinin yaradılacağı elan olunub. Rəsmi açıqlamaya görə məqsəd Bakının nəqliyyat yükünü azaltmaq, ekoloji təmiz daşımaları təmin etməkdir. İnşa başlanandan sonra inşaatçı şirkətlər bunu 3 il ərzində inşa edilməsinə söz verirlər. Sibriz daxilində orada məskunlaşma hələ ki elə də yüksək deyil. Ona görə də orada yolun yatağında tramvay üçün yer rezerv edilib ki, növbəti mərhələdə tikilə bilsinlər. Bakıda tramvay xəttləri 2000-ci illərin əvvəllərində sökülüb. O vaxt şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyirdi ki, tramvayların gündəlik enerji istismarı baha başa gəlir və sərnişinlər az istifadə edirlər. Bəs indiki layihənin ictimai-iqtisadi əsaslandırması varmı? İqtisadçı Zöhrab İsmail deyir ki, layihənin detalları məlum olmadığından onun neçəyə başa gələcəyini indidən hesablamaq mümkün deyil. İqtisadçının fikrincə, bu layihə əvvəlki dəmir yolu elektrik xəttlərinin bazasında reallaşacaqsa, bu halda xərclər nisbətən az ola bilər. Nə dərəcədə Mehdabad 28 may xətti üzrə aktualdır, bunu açıq demək çətindir. Yeni bir xətt çəkiləcəksə, özü də 28 maya, Bakının bir tərəfinin küçələrdən keçməklə bu bir qədər çətin olar, həm də ki, onun əhəmiyyəti də biraz sual altına düşər. Mən düşünürəm ki, tramvay xəttləri daha çox əhalinin massiv yaşadığı bölgələrdə, keçmiş Moskva prospekti, Heydər Əliyev prospekti, indiki Tbilisi prospekti, məncə tramvay layihələri burada aktual ola bilər. Qaldı ki, onun maliyyə tərəfinə burada bir qənaət olmalıdır, keyfiyyət olmalıdır. Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycanın neft ehtiyatları artıq tükənir, artıq Azərbaycan böyük pullar qazana bilmir, maddi resurslar da qənaətlə istifadə olunmalıdır. Sosial mediada tramvayın bahalı proyekt olduğunu, ekoloji cəhətdən sərfəli və keyfiyyətli olduğunu yazanlar da var. Tramvay xəttinin keçəcəyi Sibriz kurortu isə Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarova məxsusdur. Ağalarovun layihəsinə dövlət səviyyəsində dəstək verilib. Dövlət büdcəsi hesabına su, kanalizasiya xəttləri yol çəkilib.